Salam müəllimlər, indi mən sizlə 7-ci sinifin 25-ci mövzusu olan əli ilə yerinə yetirilən tikiş əməliyyatları haqqında danışacağam. Deməli müəllimlər, texnologiyada ümumiyyətlə var maşın tikişləri, bundan biz 6-cı sinifdə tanış olmuşuq. Var naxış vurma zamanı yerinə yetirilən tikişlər var, əli ilə yerinə yetirilən tikişlər. Deməli müəllimlər, məmulatların çox hissəsi adətən ətəkdir, şalvardır, paltarların aşağı kənarlardır, qolun ağzıdır. Bunlar çəpinə, düz və xaçvari tikişlə tikilir. Bu tikişlər parçanın üst tərəfində görünmür. Ona görə də ona gizli bastırma tikişi deyilir. Adətən icrası üçün nazik qısa iynələrdən, parçanın rənginə uyğun və yaxud parçadan biraz tünd rəngdə olan saplardan istifadə edilir. İş zamanı sapı çox tarım çəkmək olmaz, çünki üst tərəfində yığılma ola bilər və gözəl görünüş yaranmaz. Bastırma tikişi parçanın üst tərəfində görünməyən, detalların aşağı kəsiklərinin qatlanmış kənarlarını birləşdirən gizli tikişdir. Əvvəlcə biz detalın kənarını qatlayırıq. Bunun üçün emal payını tərs üzünə qatlayıb kökləyirik. Rahat olsun deyə bəzən kəsiyi deməli qabaqcadan nişanlayırıq. Əgər parça nazikdirsə, parçanın sapları tökülürsə, kəsiyi 2 dəfə qatlamaq lazımdır. Sonra qat yerini tərs üzündən ütləyib kənarları bastırmağa başlayırıq. Məmulatın kənarlarının qatlanması zamanı məmulat masanın üzərində elə sərilməlidir ki, onun aşağı kənarlarını qatlamaq rahat olsun. Düz tikişli qatlamadan həm bağlı kəsik, həm nişanlanmış kəsiklə qatlamada istifadə edilir. Tikiş məmulatın və qat kəsiyinin arasından keçdiyinə görə qatın kənarlarını yüngülvari çevirmək lazımdır. Tikiş sağdan sola keçirilir. Bu zaman sap qat xəttinin 0.2-0.3 cm-lik məsafəsindən keçir. 0.5 cm içəri bükülmüş hissələrin daxilindən keçərək parçanın üst tərəfinə çıxır. Sap parçanın üzərindən görünməməlidir ki, bu zaman parçanın üst hissəsinə çıxarkən qalınlığının yarısına bərabər 1-2 sap götürmək, yenidən 0.5 cm olmaqla qat kəsiyinə qatlama tikişi ilə bərkidilməlidir. Çəpinə tikişlə qatlama isə kəsiyi sökülən nazik qatlanmış kənarını bağlı kəsikli bastırma tikişi ilə bərkidirlər. Tikiş iynənin sağdan sola hərəkəti ilə yerinə yetirilir. İynəni qatlanmış kəsikdən 0.1 cm məsafədə parçaya keçirirlər. Bu zaman iynəni qatlanan hissədən tam, əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. Tikişin uzunluğu 0.3 cm, 0.5 cm-dır. Sonra sapı dartıb birinci tikişdən 0.2-0.3 cm aralı qoymaq şərti ilə ikinci tikişi yerinə yetirirlər. Xaçvari tikişlə qatlama. Bu üsulla qalın parçalardan hazırlanan məmulatların qatlanan kənarlarını bastırırlar. Bu tikişi əvvəlcədən kökləmək lazım deyil. Çünki xaçvari tikişi yerinə yetirən zaman kənarlarını qatlayıb tikmək olur. Xaçvari tikiş iynənin soldan sağa doğru hərəkəti ilə yerinə yetirilir. İynəni qatlanan hissədə 0.1-0.2 cm məsafə arası və əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. İynəni sağdan sola doğru qatlanan və əsas hissələri növbə ilə keçirirlər. Bu zaman parçanın sökülmə dərəcəsindən asılı olaraq iynəni hissənin kəsiyindən 0.3-0.5 cm aralı keçirirlər. Deməli müəllimlər, biz burada düz, çəpinə və xaçvari tikişlə tanış olduq. Belə ki, düz tikişdə iynənin sağdan sola yerinə yetirilməsi ilə həyata keçirilir. Çəpinə tikiş də eyni zamanda sağdan soladır. Ancaq xaçvari tikiş soldan sağa doğru hərəkət etdirilir. Köbənin biçilməsi. Belə ki, köbə elə parça hissəsidir ki, ondan detal kəsiyinin emalı zamanı istifadə olunur. Köbə eninə və yaxud çəpinə istiqamətdə düz köbə 45 dərəcə bucaq altında biçilə bilər və bu isə çəpəki köbə adlanır. Düz köbəni biçmək üçün parçanın en kəsiyindəki əyriliyi çıxarmaq, parçanı mümkün olduğu qədər düz kəsmək lazımdır. Parçanı qatlayıb en kəsiyi istiqamətində parçanın kənarına ən yaxın yerdən bir sap çıxarmaq lazımdır. Bundan sonra çıxarılmış sapın izi ilə diqqətlə əyri kənarları kəsib çıxartmaq lazımdır.
En kəsiyindən köbənin uzunluğunu müəyyənləşdirib, xətt boyu köbəni qeyd etmək lazımdır. Parçanı qeyd olunmuş xətt boyunca kəsmək lazımdır. Cəpəki köbənin biçilməsi üçün parçanı elə qatlamaq lazımdır ki, onun kənar haşiyələri və en kəsiyi düz bucaq əmələ gətirsin. O zaman parçanın qatı 45 dərəcə bucaq altından keçəcək. Parçanı bir qat qatlayıb, qat yerindən kəsmək lazımdır. Əvvəlcədən qat yerini kökləmək, təbaşir və yaxud sabun və yaxud karandaşla nişanlamaq olar. Köbəni müəyyən edib kəsikdən xətt çəkmək, parçanı xətt boyunca kəsmək lazımdır. Əgər iş zamanı uzun köbəyə ehtiyac olarsa, o zaman 2 və daha artıq qısa köbə tikmək lazımdır. Köbələrin tikilməsi 2 köbəni kəsikləri yerləşdirməklə düz bucaq altında üz-üzə qoyub uzunluğu 0.3-0.5 cm olmaqla en kəsiyi boy tikmək, emal paylarını ütləyib qırağa çıxan kənarları kəsmək lazımdır. Bu mövzumuzda bu qədər. Biraz qəliz mövzumuzdur. Diqqətlə öyrənin. Uğurlar hər kəsə.